Deməli, bugün sual necə ötürülür, necə sual veririk, o hissələri öyrənmişdik. Ev tapşırığımız buydu. Deməli, səsləndirirəm. What's your name? Sənin və yaxud da sizin adınız nədir? Adınız nədir? Bəli. İndi mən bu suala cavab vermək üçün cavab verəcəm. My name is. Yəni, bu hissəyə hər kəs öz adını soruşarkən cavab verə bilər. My name is. Sonra keçək ikinci hissəyə. What's your surname? What's your surname? Soyadınız nədir? Və yaxud da sənin soyadın nədir? Yenə cavab olaraq deyəcəm ki, my surname is. Hər kəs burada öz soyadını səsləndirəcək. Məsələn, ola bilər ki, mən öz adımı səsləndirdim. Düzdür? Adımı səsləndirəndən sonra qarşı tərəfdən onun adını soruşmaq istəyirəm. Tutalım ki, İnciyə deyəcəm, what's your name? İnci mənə cavab olaraq deyəcək ki, my name is İnci. Bəs yaxşı, İnci məndən adımı soruşmaq istəsə, nə sual verəcək? Bu zaman İnci deyəcək ki, burada bir dənə and sözünü əlavə eləyəcək. And what's your name? Bəs sənin adın nədir? Deməli, qarşı tərəfdən adını bəs ifadəsini göstərmək üçün, yəni eyni sualı geri qaytarıb soruşacam. Sadəcə həmin bu sual cümləsinin qarşısında and sözündən istifadə edirəm. And ayrı-ayrılıqda və deməkdir. Məsələn, you and me. Sən və mən. Lakin mən sual cümləsinin qarşısında, yəni söhbət what's your name kimi suallardan gedir. Əgər sual cümləsinin qarşısında qarşı tərəfə eyni sualı təkrarən ötürmək istəyirəmsə, yəni İnciyə mən soruşdum adın nədir? İnciyə də maraqlıdır ki, mənim adım nədir? Düzdür? O da istəyir ki, məndən adımı soruşsun. Bu zaman İnci deyəcək ki, and what's your name? Başa düşdünüz, balalar? Yes, teacher. Ay, sağ ol. Sonra nəyə diqqət edirsiniz, quzular? Burada da eyni qayda ilə. Məsələn, mən tutalım ki, Yusifdən soruşuram ki, what's your surname? Yusif mənə öz soyadını cavab verir. My surname is. Daha sonra geri qayıdıb mənim soyadımı o soruşmaq istəsə, deyəcək and what's your surname? Yəni, ümumi qayda olaraq nəyi başa düşdük? Qarşı tərəfdən eyni sualı mənə maraqlı olduğu halı soruşmaq istəyirəmsə, o məndən adımı soruşur, mən də onun adını bilmək istəyirəm. Sadəcə, qarşı tərəfin verdiyi sualın qarşısına and artırıram. And what's your surname? Yaxşı, balalar? Bu da belə. Cavabda hər hansısa bir fərqlilik o məqamda olacaq ki, hər kəs öz soyadını deyəcək, hər kəs öz adını deyəcək. Bu kimi hissələrdə fərqlilik olacaq. Sonra, məsələn, deyirəm, where are you from? Where are you from? Siz və yaxud da sən haradansınız? İndi cavabı çalışın ki, həmişə tam şəkildə ötürəsiz. I am from, biz haradanıq? Azərbaycandan. I am from Azərbaycan. İndi mən qarşı tərəfin haradan olduğunu soruşmaq istəyirəmsə, yenə sual cümləsinin qarşı hissəsinə and where are you from? Bəs sən haradansan? Ola bilər ki, hər hansısa bir əcnəbi ilə söhbət eləyərsiniz. Əcnəbi də öz aid olduğu ölkənin adını səsləndirər. Hamısı and olmalıdır. Bəli. O səsləndirdiyimiz and hissəcikdə Azərbaycan dilindəki bəs. Bəs sənin adın nədir? Bəs sənin soyadın nədir? Bəs sən haradansan? O şəkildə tərcümə eləyəcəyik.
Qarşılığını da öyrənək ki, sonra tapşırıqlar işləyəndə sizə asan olsun. Sonra quzular. Where do you live? Harada yaşayırsınız? Baxın, əgər from vasitəsilə sizdən sual verilsə, bu mənim hansı ölkədən olduğumu göstərir. Lakin, where do you live? Konkret olaraq hansı ərazidə yaşadığımı sual verir. Ola bilər ki, sizdən dəqiq ev ünvanınızı soruşar. Növbəti dərslərimizdə öyrənəcəyik. Bu zaman deyəcək ki, what's your address? Əgər address deyirsə, konkret olaraq yaşadığımız evin ünvanını səsləndirəcəyik. Yox, ümumiyyətlə sual verir ki, where do you live? Harada yaşayırsınız? Bəli. Ben hansı yazı yazıldı biz? Bu dərsdən artıq tapşırıqlarınızı göndərəcəm. Dəftərə yazacağım. Deyəcəm qızım. Tapşırıqları göndərəndə deyəcəm hansı işləri görəcək. Narahat olmayın. Davam eləyək. Yes, müəllimə, bütün sualların əvvəlinə ən artırmaq olar. Əgər eyni sualı verəcəksinizsə, bəli, ən artıra bilərsiniz. Davam eləyim. Siz də sağ olun. Davam eləyək. Yes, teacher. Okay, let's continue. Deməli, where do you live? Siz harada yaşayırsınız? Bu zaman nə olacaq? Cavab verəcəm. Məsələn, I live in. Tutalım ki, kimsə Bakıda yaşayır. Olacaq Baku. Məsələn, ərazini dəyişə bilərsiniz. Nə bilim, Gəncə yaza bilərsiniz, Sumqayıt yaza bilərsiniz, and etc. Fərqli yerlərin adını verə bilərsiniz. Daha sonra, what's your hobby? Sizin hobiniz nədir? Boş vaxtlarınızda nə iş görürsünüz? Nə ilə məşğulsunuz? Bu zaman cavab verəndə deyəcəm ki, bax, buradakı your ifadəsi sənin, sizin deməkdir. Sizin hobiniz. Mən də cavab verəndə deyəcəm, mənim hobim. O zaman nə olacaq? Olacaq my hobby. My hobby is, məsələn, mənim boş vaxtlarda məşğuliyyətim, tutalım ki, deyə bilərsiniz ki, drawing, şəkil çəkməkdən xoşum gəlir. Boş vaxtlarında şəkil çəkirəm, rəsm çəkirəm. Və yaxud da istifadə eləyə bilərsiniz, reading, boş vaxt tapan kimi gedib kitab oxuyur və s. Yəni, bu şəkildə digər məşğuliyyətlərin adını çəkə bilərsiniz. Məsələn, ola bilər ki, burada deyərsiniz, my hobby is swimming. Üzgüçülüklə məşğul olur. Yəni, boş vaxtlarında üzməyə gedir. İbrahim, diqqətin məndə olsun balam. Aha. Mən ümumiyyətlə dərs izahilində çalışın, fikriniz burada olsun. Nəyinəsə məşğul olmayın orada. Sonra, what's your favorite color? Sizin və yaxud da sənin sevimli rəngin nədir? Düzdür? İndi baxırsınız, burada your hissəci bir daha səslənib. Deməli, mən buna cavab olaraq nə deyəcəm? My. Yox, your-la sual verdiyinə görə mənim özüm maraqlı. My favorite color is, məsələn, for example, red. Sorry, green. Green, red, and etc. Black, white. It depends on your choice. Bu sizin öz seçiminizdən asılıdır. Yəni, digər rənglərin adını səsləndirə bilərsiniz. Bir də sizə bir şey qeyd edim, uşaqlar yeri gəlmişkən. By the way, I'll explain it. Deməli, color. Görürsünüz, burada colo-ur yazır. Bəzi yerdə color yazacaq. Yəni, bu U hərfi olmadan yazacaq. Hər iki versiyası doğrudur. Keçən. Bəli. C yazırıq, Q'da okunur. Bəli. Səslənmələri hissəsi məqamı gəldikcə deyəcəm. Deməli, kale həm colo-ur deyə də yaza bilərsiniz. Color deyə də yaza bilərsiniz. Hər ikisi doğrudur. İndi yaxşı. Bəs bunlar niyə fərqlənir? Biri var American English variant, biri var British English variant. Deməli, Britaniya İngiliscəsində burada nə olacaq?
yazılış bu şəkildə davam edəcək inci. Dollar yazılacaq. Lakin dollar yazsa olacaq American English. Yadınızda qalar. Yes. Sonra favorite sözünü də fərqli yazılışda görə bilərsiniz. Favorite yazılanda var. Burada U da yazdıqları var. U hərfi. Bəzən U hərfini yazmırlar da. Orada da yine Amerikan ve Britanya variantı fərqləri var. Teacher, söz deyə bilərəm. Bəli qızım. İngiliscədə uşaqlar dərs başladı. O nə deməkdir ingiliscədə? Children, lesson is beginning. Bəli. Əlavə suallarınızı dərs bitənə saxlayın. Mən izah eləyim. Bəli. Bəli. O harada yaşayırsınız var ha. Ora Amerikada yazmaq olar. Olar, yaza bilərsiniz. Amerika gəncə, hər şey olar. Ayrıca Türkiyədə. burada şəhər nəzərdə tutulur, yaşadığımız ərazi. Amma məsələn, coğrafi versiyada soruşsa, lazım olsa cavab verə bilərsiniz. Davam edəcəm. Müəllimə kimsəyə Mikrofonlarınızı bağlayın, əlavə səs gəlməsin. İzah bitəndən sonra sualınızı yadınızda saxlayın, soruşarsınız. Aha. How are you today? Bugün necəsiz? Məsələn, I'm fine. Mən yaxşıyam. Sonra, məsələn, demək istəyirsiniz ki, I'm tired. Yorğunam. Bunların versiyalarını mən sizə göndərəcəm növbəti dərslərimizdə. Öyrənəcəyik. Məsələn, tutalım ki, demək istəyirsiniz ki, belə də. Yəni, nə pisəm, nə yaxşı. Bu zaman deyə bilərsiniz, I'm so. Və sair. Vaxtımızı çox aparmaq istəmirəm bu hissəyə. Daha sonra soruşacağım. What's your father's name? Atanızın adı nədir? Diqqət elədirsə, burada yenə your hissəcindən istifadə elədi. Ona görə cavaba başlayana deyəcəm, my father's name is. İndi burada da hər kəs öz ata adını səsləndirə bilər. Əsas məsələ nədir? Buradakı your. Və sonra burada cavabda gələn my hissəciyi. Yenə, məsələn, siz qarşı tərəfdən ata adını soruşmaq istəyirsinizsə, yenə and what's your father's name? Yəni, and hissəciyi bir daha burada öz funksiyasını yerinə yetirə bilir. Sonra balalar, nəyi soruşacaq? What's your mother's name? Sizin ananızın adı nədir? Burada your hissəciyini gördüm. Əla. Deməli, avtomatik cavab verənə deyəcəm. My mother's name is. Hər kəs burada artıq öz anasının adını səsləndirəcək. Sonra, what's your mother? Ananızın peşəsi nədir? Burada cavab verəcəm. Burada iki cürə cavab verə bilərsiniz. My mother is a teacher. Məsələn, anam müəllimdir. Məsələn, evdar xanımdır, housekeeper. İndi peşə adlarını, məşğuliyyət adlarını öyrənəndə həmin söz ehtiyatından istifadə edib öz fikirlərinizi çatdıra bilərsiniz. Və yaxud da ki, bunu belə də eləyə bilərsiniz. Aha. She is a məsələn, yenə teacher yazaq. Və yaxud da bu dəfə yazaq həkimdir. A doctor. She is a doctor. Bu şəkildə də yaza bilərsiniz. Yəni, cavab vermə versiyalarınız müxtəlif ola bilər. My mother is a teacher da desəz tam doğru cavabdır. She is a doctor da desəz doğrudur. Sonra, do you have any brothers or sisters? Sənin və yaxud da sizin qardaşın və ya bacın, qardaşınız və ya bacınız var. Əgər varsa, cavab verəcəm yes.
I have. Məsələn, bəli, var. Tutalım ki, a brother and a sister. Məsələn, belə bir cavab verdim. Və yaxud da demək istəyirəm ki, yoxdur. Ola bilərdi, Devin tək uşağıdır. No, I have not. I have not və yaxud da haven't. Bu şəkildə yaza bilərsiniz. No, I haven't. Daha sonra nəyə diqqət eləyək? Məsələn, bunun ardıca yaza bilərsiniz ki, mən evin tək uşağıyam. Məsələn, deyəcək ki, I'm an only child. I'm an only child. Evin tək uşağıyam. Şrifti dəyişməmişəm, nə gözəl. Yaxşı quzular. Davam eləyək. Bura qədər sualınız, sizdə qaranlıq qalan hissə varsa, buyurun. Aydın olmayan nəsə varsa, mikrofonunuzu açın, soruşun, zəhmət olmasın. Problem yoxdur deyəsən. Aha. Burada nəyi soruşacaq? How old are you? Bir qardaşım var. Necə? Necə yazacaq? Necə yazacaq bəs? Burada yuxarıda səsləndirmişəm. I have a brother. Bura qədər deyirsiniz, dayanırsınız. Yes, I have a brother. Bu şəkildə deyirsiniz, dayanırsınız. Məsələn, bir bacı, bir qardaşdırsa, sizdən əlavə. O zaman deyəcəksiniz, I have a brother and a sister. Bir bacım, bir qardaşım var. Və yaxud da ola bilər ki, sadəcə bir bacınız var. O zaman deyəcəksiniz, I have a sister. Mənim bir bacım var. Okay, let's continue. Davam edək. Bu sətri atım ki, burada rahat olsun görüntü. Hə, cücələr, deməli, nəyə baxırıq? Sizin neçə yaşınız var? How old are you? Bu zaman deyəcəksiniz. Məsələn, 7 yaşım var. I'm 7. Qısa şəkildə. Və yaxud da deyəcəksiniz, I'm 7 years old. Hər iki versiyadan, yəni hər iki formadan istifadə edə Amma bilərsiniz. onları çoxdandan bilirdim. Nə gözəl, nə gözəl. Sonra bir də bunu belə də yaza bilərsiniz. Digər sualı səndən yoldaşda yazacağım. Görüm necə cavab verirsən. Məsələn, belə də yaza bilərsiniz rəqəm şəklində. I'm 7. I'm 7. Bu şəkildə. Yəni 3 versiyanın üçü də doğrudur. İsa, bu suala necə cavab verərsən? Zəhmət olmasa köməklə yazaq. What's your favorite subject? Sizin sevimli fənləriniz hansıdır? Aha, it's clear for me. Let's answer this Amma question. tərcüməsi verib baxın. Sualın cavabını. Nə cavab verim? Orada tərcüməli verib. Başa düşdüm. Sualın cavabını nə verək? Necə verək cavab? Məhz. Bax, quzu. Burada nə var? Your. Avtomatik nə yazacağam? My. Yourla sual verirsən, my-yə çevirəcəm. Bayaqdan baxdıqlarımız. My favorite subject is math. My favorite subject is Math. okay, math.
Məhz hansı fəndəsə? Riyaziyyat. Bəli. Məsələn, burada görürsünüz, təşəkkür. Thanks a lot. Deməli, burada görürsünüz, your deyə sual verirsə, my ilə cavab verəcəm. Və favorite subject hissəsi olduğu kimi qalacaq. İndi məsələn, İsa'da sevimli fən riyaziyyat fənnidir. Ola bilər ki, kimsə ingilis dilini sevər, ola bilər ki, kimsə idman dərsini sevər və yaxud da digər fənlərin adı ola bilər. O sizin artıq seçiminizdən ibarətdir. Hansı fənni sevirsinizsə, onun adını yaza bilərsiniz. Sonra, who is your favorite teacher? İndi burada nə yazaq? Deyin görək. My favorite teacher. Okay. My favorite. Əsas odur ki, tam quruluşu başa düşəsiz. Bir neçə dəfə cəhd eləyəndən sonra artıq görəcəksiniz ki, özünüz rahatlıqla bir-birinizdən diyaloq qura bilirsiniz. Bizə lazımdır ki, o tanış olduğunuz məqamda ən azı bir 5 cümlə ilə, 10 cümlə ilə qarşı tərəflə söhbət eləyə bilərsiniz. Müəllim, kimsə mənim səsimi bağlamışdı. Mikrofonlara toxunmayın, xahiş edirəm. Deməli, my favorite teacher is, mənim sevimli müəllimim. Məsələn, hər kəs öz sevimli müəlliminin adını bura yaza bilər. Heç bir problem yoxdur. Sonra quzular, nəyə baxırsınız? Do you go in for sports? Do you go in for sports? Əgər sual verərkən soruşuram ki, idmanla məşğul olursunuzmu? Həqiqətən də idmanla məşğul oluramsa, cavab verəcəm. Yes, I do. Yes, I do. Yox, əgər idmanla məşğul olmuramsa, deyəcəm no, I do not. Və ya do not əvəzinə də yaza bilərsiniz don't. Hər iki versiya doğru olacaq. Deməli, yes, I do qısa şəkildə desək bəli deməkdir. No, I don't və yaxud da no, I don't, do not və don't bu şəkildə. Hər ikisi də xeyir deməkdir. Sadəcə olaraq burada do köməkçi feili ilə sual cümləsi qurulduğuna görə cavabda hökmən həmin köməkçi feil istifadə edilməlidir. Deməli, do hissəcinə, məsələn, yes deyib dayansaz, qısa və belə deyək, qrammatik baxımından, yəni qayda baxımından doğru, tam da doğru alınmır. Lakin bütöv cavab versəz daha yaxşı olar. Sonra burada davam eləyək. Do you like sports? Yenə. Əgər idmandan xoşum gəlirsə, deyəcəm yes, I do. Xeyr, idmandan xoşum gəlmirsə, deyəcəm no, I do not. And it's equal don't. Equal bərabərdir deməkdir. Aha. Do you have a car? Sizin maşınınız var. Əgər burada görürsünüz, sizdə qarışıq məqam yarana bilər. Cavabı do-ya görə mi verim, have-ə görə mi verim? Sual nə ilə gəlib, Səfa? Səfa bala. Have. Minnoşum, sual nə ilə gəlib? Baba burada. Do ilə. Bu hissədən soruşam. Diqqətli ol. Yes, cavab nə verəcəm? Yes, I do. Yes, I do. Ancaq inkar eləsəm, no, I do not. Və yaxud da nə olacaq? Do, apostrof. Don't. Bir dəqiqə, nana niyə atmadı bu bura? Əla, alındı. Don't. Afərin. Sonra quzularım, nəyə baxırıq? Do you have any pets? Ev heyvanınız var. Bu zaman nə olacaq? Yes, I do. Əla. Başa düşdünüz? Gedişatı. İndi desəm ki, yoxdur. No, I don't. No, I do.
No, I do not. Not. Aferin sizə. Əla. Don't. Əla. Don't. Super. Sonra sual verəcəm. What's your favorite seasons? Sizin fəsliniz, Aha. fəsliniz hansıdır? Bu zaman burada your var. Cavab nə ilə başlasın? Yorna. Yox qızım. Mine. My kim dedisə düzdür. My. Mən dedim. Mən dedim müəllimə. Əla. My Favorite Season. favorite season is. Məsələn, tutalım ki, 4 fəslimiz Summer. var da. Summer. Olsun. Summer Yes. müəllim. Summer. Burada summer yaza bilərsiniz, spring də yaza bilərsiniz. Təbii ki, növbəti dərslərimizdə öyrənəcəyik bunlar haqqında. Hava şəraiti falan keçəcək. Aha, burada yazdıq ki, mənim sevimli fəslim yaydır. Wild animal bilirik, domestic animal bilirik. Okay. Dərs izahını burada dayandırım. Sonra mən sizə tərcümələri yazım. Elektron qaydada göndərəcəm sizə. Bir dəqiqə səbir olun.